Mövzumuz cümə çıxışlarımızda Qurana baxışdır. Biraz elmi mövzulardır, amma özümə vəzifə bilirəm ki, bu mövzuları danışım və bölüşək. Elmi mövzulara biraz səbir lazımdır, dözmək lazımdır, bu mövzuları düşünmək lazımdır. Zəhmət isə düşür. Allah bizdən də qəbul eləsin, sizdən də. Çünki elə bir dönəmi yaşayırıq ki, indi hamı dindən danışır. Hərə bir söz deyir. Kim nə istəyir, danışır və təəssüf olsun ki, bəzi insanlar da xoşlarına gəlir deyənə, zövqlərinə uyğundur deyənə, istəklərinə uyğundur deyənə o mövzuları layiq eləyir, o mövzuları qəbul eləyir, o mövzuları danışanın sözünü təsdiq eləyir. Çox təəssüf olsun. Çox təəssüf olsun. Hər halda ümidsiz deyilik zaten. Heç vaxt ümidsiz olmamışıq. Nikbinik. İnşallah şükür olsun Allaha dini doğru dürüst təbliğ eləyən dostlar, qardaşlar, bacılarımız da var. Allah müvəffəq eləsin. İnşallah aqibət sizlərindir. Nəticə sizlərindir. Vəl-aqibətu lil-muttaqin. Nəticə inşallah sizindir. Allah nəsib olsun, o sizin üçün də hamımız olaq. Belə bir mövzu açmışıq da Quranla bağlı, deyərdim, çox mühüm mövzudur. Quran təhrif olmayıb. Bu mövzu gəlmişik bugünkü müasir dünyamızda artıq bu mövzular haqqında da başlayırlar şübhələr atmağa, şəklər atmağa. Quran təhrif olub. Təhrif yəni nizah verəcəm də, ən azından biraz məlumatlısınız təhriflə bağlı. Yəni Quran dəyişilibmi, Qurana əlavə olunmu, Qurandan nəsə alınıbmı, çıxardılıbmı? Bax, bu bir mövzudur. Çünki elə bir kitabdır ki, mənbədir də, iman nöqtəmizdir. Oradan bizi yıxsalar, oradan sarsılsaq, imanımız sual altına gedir. Başa düşürsünüz, adam bir nəfərə inamı itsə nə olar? Vay o gündən ki, bir nəfərə inamın itdi. Da nə söz desə də şübhə ilə yanaşacaqsan. Bir fikir bildirsə desən, bəlkə də düz demir. O inamı itirsələr, o inam itsə, ondan sonra mənbə getdi də. Ona görə Əhl-i Beytlə Quran çox mühümdür. İndi tarikun fikumuz səqələyən 2 dənə əmanət üçün qoyub gedirəm. Bu elə belə söz xatirinə deyilən söz deyil. O boyda söhbətdən sonra 2 dənə şeydən müğayət olun. Bu 2 dənə sütun açsa nə olar? Din getdi. Peyğəmbər də gəlməyəcək bundan sonra. Məsələn, ciddiyyətin istəyirəm var olun. Mövzu elə bilirəm, seçilən mövzu daha çox faydalıdır və eyni zamanda elmi bir mövzudur. Amma oturun, oxuyun, təhlil edin, düşünün. Bunları paylaşın. O digər qardaşlarımın da bu mövzuda danışdığı mövzular ki var. Zəhmət çəkirlər, paylaşın. Qoy cəmiyyət daha çox yararlana bilsin. Quran təhrif olmayıb. Təhrif kəlməsi ərəb mənşəlidir. Hərf kəlməsindən götürülüb. Hərf. Hərf sözü tərcümədə bir şeyin kənarı, ətrafı, qırağı, kəndarı. Məsələn, hərfu cəbəl, dağın kənarı, hərful beyt, evin kəndarı. Kənar, kəndar, qıraq, ətraf. Ona ərəblər deyirlər hərf. Yaxşı? Bu hərf kəlməsi Quranda keçib. Və minən nasi mən ya'budullah əla hərfin. Hərf, təhrif. Təhrif bu kəlmədən götürülüb. Və minən nasi mən ya'budullah əla hərfin. Mən bəzi bəndələrim var, çox təəssüf, Allah qınır onları deyir. Onlar ibadət edirlər, amma evin içinə daxil olmayıblar. Evin kəndarında ibadət edirlər. Mən evdə yoxam. Mənə söhbətə qatmayın. Mən orada deyiləm. Kənarda, kəndarda. Allah Teala bunları qınır. Yəni xeyirdə varam. Biraz oyan bir an, iltimas-ı dua getdi. Qardaş, haradasan? Yox, tapa bilmirik qardaşı. Tapa da bilməyəcəksən o qardaşı. Əvvəldən evin kəndarına dayanmışdı. O ev içinə girməyib ki. Allah Teala deyir və minən nas, indi izah verəcəm təhriflə hərfin
izahını, bu sən kökünə varaq ki, görək elə bu nə demək istəyir Allah Taala bizə. Deyir, minən-nası mən ya'budullah ala hərfin. Bəziləri belədir zatən. Xeyir də sənin yanındadır. İnsanlarla ünsiyyətlər də bəzi insanların belədir. Biraz ona değmə. Biraz belə onu, biraz ona tərs var. Biraz salamlı gecə alma, evin yıxılar. Yaxşı. Quran bir dənə ayədə buyurur və minhum mən yəlmizukə fis-sədaqat. Ay peyğəmbər, bəziləri var, sənə irad tuturlar o bölgüdə. O sədaqələri ki paylayırsan, eləyirsən, sənə irad tuturlar, ədalətdən dəm vururlar. Peyğəmbər, sən ədalətli deyilsən. Maraqlıdır ya, xarab insanda elə dəyərlərdən söhbət açır ki, adam baxır ki, sanki bu dəyərə yiyələnib. Sən ədalətli deyilsən, başda ədalətdən danışma. Peyğəmbər ədaləti gətirib, ədalətin mücəssəmi deyə, ona ədalətdən dəm vurursan, ədalətdən moizə edirsən. Ayənin davamına baxın, fəin u'tu minha radu. Biraz onlara sən sədəqədən versən, razı qalacaqlar səndən. Onların müşkülü özləri deyə, nəyə ki, ədalət onları narahat edib, ədalətsizlik onları narahat edib. Onların müşkilləri özüdür. Biraz onlara nəsə versən, səndən razı qalarlar. Və inləm yu'ta minha verməsən və inhum yəsxatun. Qəzəblənənlər. Qəzəblənənlər yiyənlər başlayırlar ədalətdən danışma. Sən ədalətli olmadın da burada. Yaxşı. Bunlar belə qəribə insanlardır. Yaxşı. Yəni, rüşvət ver, ona ədalətdən danışdırır. O belə, misal üçün. Bu ayı demir, onlara sən nəsə elə belə yersiz yerə verirsən. Yox. İndi yeri çatdı, onlara verdin, müəyyən qədər razı qalarlar. Amma yox, belə deyil. Görünən budur, bunlar necə ibadət edirlər və minən-nası mən ya'budullah əla hərfin. Hərf nədir? Kəndarda, qıraqda. Yaxşı. Özünü kənarda saxlayır. Problem olsa yoxdur. O 4 nəfər dost demişdi, bir yerə çıxmışdılar, bir yerdə geyirdilər. Birdən söhbətlərə düşdü başqa insanlarla. Artıq söhbət qızışır. Biri də vardı, o da çox narahat idi. O biraz sülh yaratmaq istəyir ki, dava düşməsin. Məsələdə qızışdı da, bəzi vaxtlar dava labüd olur. Bu qayıtdı, gördü, məsələ qızışır, qayıtdı. Bax, qardaş, deyirəm əvvəldən, özü 3 hesab eləyin, mən yoxam. Yəni, məni fikirləşərsiniz, birdən bir yerdə vuruşucuq, məni tutarsınız fikirdə, mən yoxam, indən sizə deyirəm, 300 vuruşun. Yəni, mənə güvənib getməyin də söhbətə, mən yoxam. Mən bura qədər üstünə oturub çay içərəm, çörək yiyərəm, belə gedərik, gezərik şəhərdə, hava, təbiət, o dağ, zirvə, havaları qozmuşsun. Amma daha mən dava hara sarsın söhbətə, mən davada yoxam, evdə yoxam. Minən-nası mən ya'budullah əla hərfin. Bəziləri belə, sağlıqsa, bu qədər. Bundan artıq deyil. Evin içinə yox. Allah Taala nə deyir? Deyir, la ilahə illallah, hədisdə də İmam Rıza deyir. Deyir, la ilahə illallah hisni. Allah buyurur ki, hədisi, maraqlı hədisdə deyir, Allah buyurur ki, bu la ilahə illallah kəlməsi mənim qalamdır. Fəmən dəxələ. Kim onun içinə daxil olsa, kənarında dayansa yox. Fəmən dəxələ hisni əminə. Kim onun içinə girsə əmniyyət tapar. Yoxsa qıraqda qalsan, yox. Sən içinə daxil olmalısan onun. İçində olmalısan onun. Özdə maraqlıdır, bir alim deyir ki, la ilahə illallah qaladır, zindandır. Zindanla qalan fərqi nədir? Zindanın qapısını çöldən bağlayırlar, qalanın qapısını içərdən bağlayırlar. Zindanın qapısını çöldən ki bağlayırlar, səni məhrum edirlər. Sən məhbussan. Sən ki qalanı içərdən bağlamısan, sən hədd qoyursan. Qarşı tərəfə sərhəd qoyursan. Ona görə qalada əsir deyilsən. Azadsan. Yaxşı? Ona Quran-ı Kərim buyurur, yədəu anhum israhum vəl-əğlalilləti kənət aleyhim. Peyğəmbərlər gəldi, ayaqlarınızdakı zəncirləri açdı, qollarınızdakı qandalları açdı, yüklərinizi götürdü. Deməli, əsir eləmir, azad edir. La ilahə illallah zindan deyil, qaladır. Zindan deyil, nədir? Qaladır. Onun içinə daxil ol. Amma təəssüfdir və minən-nası mən ya'budullah əla hərfin, kənar. Hərf sözünü izah verdim sizə bir neçə dəqiqədə artıq.
Şükür olsun Allaha. İndi davam edeyim. Təhrif də buradan götürülüb. Hərf nə oldu? Kənar, qıraq, kəndar. Hə? Təhrif nədir? Təhrif təfil qəlibi var. Ərəb qrammatikasını oxuyanlar bilir. İndi bunlardan keçək. Bizim nə işimiz var, hə? Ondan deyirəm, bizə mövzu izah elə. Təhrif, hərf kəlməsi sanki o qəlibin içinə daxil olub, o babın içinə daxil olub. Hərf olub təhrif. Tərcüməsi nədir? Kök bu idi. Kənar, qıraq, kəndar. Təhrif iki cürdür. Dəyərli qardaşlarım, dəyərli bacılarım, təhrif iki cürdür. Bax, elmi söhbətlər edirəm. Ləfsi, sözün təhrifi, bir də mənanın təhrifi. Nə deməkdir bu? Bəzən sən mənə bir söz deyirsən, sözü dəyişib gəlib sənə deyirəm. Bəzi vaxtlar yox, sözü dəyişmirəm, sözü gəlib olduğu kimi deyirəm, mənanı dəyişirəm. Mənanı dəyişmək. O sənə bilsən başqa niyyətlə çağırıb, filan yerə, səni sındırmaq istəyir. Dedi, gəl filan yerə, o düz deyir, ha. Amma için dəyişir, fikrim dəyişir, məğzi dəyişir, mənanı dəyişir. Bəzi adamlar, çox hiləgər adamlar təhrif məna eləyirlər. Sonra deyir, Allah alın olsun, Allah o dedi, nə dedin, o dedim ona. Evdə atan qırğın düşəndə, deyir, valla mən bunu demişdim ona. Özü qəşəng deyir, valla mən elə bir şirin deyir adama. Bildin mi, sən valla bunu demişsən, amma onu elə demişsən ona ki, o sözün, o tonu, o sənin emosiyaların, sənin hansı məqamda o sözü ona demişsən, hansı vəziyyətdə o sözü ona demişsən, 50 dəfə demişsən, indi 51-ci dəfə demişsən, o artıq bezib, o bir dənədən bezməyib, o 51 dənədən bezib. Deyir, valla bir dənə kəlmə dedim ki, bunu niyə bura qoymusan? Sən bunu bura qoymusan, axı başqa cür demişsən. Sən axı çox xırdaçıl adamsan. Hər şeydən səhv tutan adamsan, sən bezdirmirsən axı onu. Sən cəmaatın içində demirsən axı, sən onu sındırmırsan axı şəxsiyyətin. Sən onu dəyərsiz eləyib axırda bu sözü demirsən axı onu. Gördün nə qədər məna? Fikir versən, gəldi sözü çatdırdı sənə, amma məna nədir? Təhrif elədi. Ona görə daha çalışın fikir bildirmək istəyəndə, qəzavət eləmək istəyəndə, oturun o tərəfi də dinləyin. Görün, doğrudan elədi yoxsa yox, tez qərar verməyin. Bu keçim. Təhrif nə oldu? İki cür. Sözün təhrifi, yaxşı. Yəni, məsələn, belə deyək, Quran-ı Kərimin ayəsini dəyişmək. Allah tutaq ki, burada deyil, ya eyyuhəl-ləzinə amənu, oradan götürüblər, deyilər, burada deyilib, ya eyyuhəl-ləzinə amənu yox. Məsələn, ya eyyuhəl-ləzinə filan kəlmə. Değişdilər. Bir belə bir təhrif var. Bir dənə də belə bir təhrif nəzər alın ki, məna təhrif olub. Qısa deyirəm bunu, keçirəm, o izah verəcəm, neçə cümlələr sizə. Söz təhrifi olmayıb Quran-ı Kərimdə, əlhəmdü və sana, izahlarını da verəcəyik sizə. Quran bizə olduğu kimi gəlib çatıb. Dəlillə, sübutdan danışarıq. Keçən bir dənə dəlil demişəm sizə. Yaxşı. Bəs məna təhrifi. Deyirlər ki, məna təhrifi olub. Bu, o mümkün də deyil. İndi hamı deməyək də, biri özünü Quran-şünas kimi tanıtdırıb, başlayır Quranı ilə izah eləməyə. Dəxilsiz sözləri izah edir, çatdırır cəmaata. Quran təhrif edir də. Nə baxımdan təhrif edir? Məna baxımdan. Söz təhrifi yoxdur. Məna təhrifi var. İndi gətirin bu təhrifi izah verək görək, təhrif kəlməsinin bu dediyimiz izahla əlaqəsi nədir? Təhrif nədən götürülüb? Hərfdən. Hərf nədir? Kənar, qıraq, kəndar. Təhrif nədir? Aha. Təhrif yəni Quranın, ayənin, təhrifin mənası budur. Həqiqi mənanı götürdün, itələdin, kənarlaşdırdın, çəkdin, qoydun qırağa. Qoydun kəndara. Öz istədiyin fikir gətirdin, qoydun niyə? Ortaya. Bu oldu nə? Təhrif. Təhrif bu oldu. Quranın mənasını, izahını götürdün, çəkdin, qoydun qırağa, öz istədiyi başladın izah verməyə. Bu təhrif. Namaz nədir? Məsələn, namaz düz deyə orada səlatdır. Amma dua mənasındadır. Duadır, öz dilində də oxuya bilərsən. Oldu nə? Təhrif. Ya məsələn, həcdə olan qurban, tutaq ki, o qoç qurbanı deyil.
Yaxşı olar ki, misal üçün, başqa bir şeylər olsun, Allahın yolunda nələrsə verəsən. Bax, bir var bunu bilərəkdən deyəsən, mən bəzilərini görəm, bilmirlər, məlumatsızdılar. Amma çox həssas olsunlar, danışmasınlar bu mövzu haqqında. O sizin sahə deyil, mənim qardaşım, mənim əziz qardaşım. O sizin sahə deyil. Yəni, bu mövzuda diqqətli ol. Quranı istədiyin kimi məna eləmə. İstədiyin kimi izah eləmə. Cavab verəcəksən sən də, mən də. Bir qrup insanlar olar heç məkirlidir, niyyətlər əvvəldən. Bəzi insanlar valla mən görürəm, bilmirlər. O da hardan qaynaqlanır, görür, hamı danışır, bu da mən də qoşum deyim də. Burada nə var ki, o deyir, bu da mən də deyim də. Mənə olub ki, mənə düşüm. Yox, mənim dəyərli qardaşım, mənim dəyərli bacım. Sən demə. Dayan kənarda, hesab kitab verəcəksən sən. Ya məsələn, tutaq ki, həc sözünü saxlayaq, mənasını istədiyimiz kimi başlayır izah vermək. Sən demə, 14 əsrdir cəmaat səhv edirmiş. Kəbə evinin yanına gedirmiş. İbrahimdən sən demə, insanlar səhv istiqamətdəymiş. Getdiyi lap qabağa 14 əsr. Sən demə, Həzrət İbrahim də gör nə işlər görüb. Yaxşı belə insanlar o İbrahimin vaxtında düşməyib, bizim Peyğəmbərim o. Hələ orada da belə olacaqdı. İnansız belə olacaqdı. O yan bir yan yox idi. Sən səhv başımızdan, ay Peyğəmbər. Bunlar var idi də o dövrəmdə də. Elə bir ki, indidir. Quran deyir, təşabəhət qulubuhum. Bunların qəlbləri bir-birinə oxşayır. O dönəmdəki ilə bu dönəmdəkinin fərqi yoxdur. Biraz müasirləşib. Peyğəmbərdən qabağını söz deyirdilər. Ayə gəldi. La tuqəddüm beyni yədəyillah və rasul. Oturun sakit. Peyğəmbərin sözünün qabağını söz deyirsiniz. Görünən bu da bu müşkül, bu problem həmişə olub. Həmişə olub. Və olacaq da. Deməli, nə oldu? Təhrif, mənada təhrif budur. Hələ ləfsi saxlayıram mən, o izah verəcəm ki, yoxdur. Mənada təhrif budur, mənim qardaşlarım, dəyərli bacılarım. Təhrif bu oldu mənada. Götürdü mənanı, mərkəzdən götürdü, qoydu kəndara. Çəkdi mənanı. Sonra başladı öz fikirlərini izah eləməyə. Yəni, ayə deyim sizə. Yuharrifunəl kəlim ən məvaizihi. Yuharrifunəl kəlim ən məvazihi. O, əvvəldəki əhli kitab haqqında deyir ki, onlar neyinirdilər? Bunun izahını, təfsirinə baxsınız, buyururlar ki, məna təhrifindən söhbət gedir. Mənanı götürürlər sözün yerindən, apardılar ha, başqa bir yerə. Sözün yerindən, mərkəzindən götürdülər, apardılar başqa yerə. Ondan sonra istədiyi kimi izah verirdilər. Yaxşı. Bu mənada Quran-ı Kərim təhrif olub, yoxsa yox? Bu mənada, məna təhrifi. Bəli, bu mənada da indi bu inkar da edə bilmərik. Hərə bir cür Quran inir, izah edir. Ona görə Peyğəmbərimiz əvvəl gündən demişdi, mən fəssərəl Qur'anə bir rəyihi. Kim Quran-ı Kərimi öz rəyi ilə din qalıb, əhl-i beyt qalıb, Peyğəmbər qalıb, o mənbəyə istinad eləmir. Hədis boş şeydir, Peyğəmbərin kəlamını qoydu kənara, imaməti qoydu kənara, onu qoydu kənara. Mən belə izah edirəm. Mən fəssərəl Qur'anə bir rəyihi fəliyyətəbəvvə məqədəhu minənnar. Yerini hazırlasın, yeri bəllidir aradı. Minənnar, həm dünya, həm axirət. Həm dünyada bir yerə yetişməz, həm də axirətdə də bəllidir, cəhənnəmdir. Yaxşı, gördünüz belə bir insanlar din mütəxəssisi deyil. Hələ öz istədiyi kimi izah edir. Sən də onu dəstək verməklə, sən mənim qardaşım, sən də düşürsən onun oyununa. Sən də düşürsən onun oyununa, müğayət ol. Bir də ayə deyim sizə. Və iz əxəzəllah misaqəl-ləzinə utul kitab. O zaman ki, Allah əhli kitabdan nə aldı? Əhd aldı. Nə əhd aldı? Li-tubəyyinunəhu lin-nasi. Əhd budur. Siz bu kitabı bəyan eləyin, çatdırın insanlara. Və la təqtumunəhu. Gizlətməyin orada olanları. Fənəbəzuhu vəraə-zuhurihim. Onlar götürdülər ayələri, atdılar arxaya. Təhqir elədilər, yəni. Vəşdəru bihi səmənən qəlilə. Ucuz satdılar ayələri. Dünya maraqlarına qurban verdilər ilahi istəkləri. Fəbisə ma yəşdərun. Nə ucuz satırsınız, nə pis ticarət edirsiniz. İmam Baqir bu ayə çatanda dedi ki, bunlar ki, ayədəki qeyd olunub, götürdülər ayəni, atdılar arxaya.
Nə deməkdir? Buyurur, kənə min nəbzihim əl-kitab. Mənası budur. Ən əqamu hurufəhu və hərrəfu hududəhu. Hərfləri, sözləri, kəlmələri saxladılar, mənanı dəyişdilər. Belə Quranı götürüb atmağı da arxaya. Götürüb atmağı da arxaya. Buyuruşdun. O kəs ki, Qur'an-ı Kərimələ istədiyi kimi izah verir. Bu ayəyə şamildir. Məsum buyurdu, bunlar belə elədilər. Bir dənəsi Ali-İmrandan, Ali-İmran surəsi 7-ci ayəyə baxın. Buyurur Allah Teala ki, Huvəl-ləzi ənzələ aleykəl kitabə minhu əyətun muhkəmət, hunnə ummul kitab və uxara mütəşabihət. Allah deyir, sizə ayələr nazil edir, o ayələrin içində Quran nazil edir, onun içində bəzən mütəşabihdir, bəzən möhkəmdir. İnşallah bunu çatıb izah verəcəm. Gələn söhbətlərim, Qurana baxışda mövzumuz. Bunları sizə izah verməliyəm. Yaxşı, möhkəm ayə nədir, mütəşabih ayə nədir? Mütəşabih adından bəlli olduğu kimi, yəni ora baxanda bir neçə məna çıxartmaq olur, amma onun bir üslubu var da, bir dinşünas olasan, ən azından bir ərəb dilini biləsən. Ərəb dilini biləsən, ərəb qrammatikasını biləsən, ən azından Peyğəmbərin tarixini biləsən, o İslamın 23 illik tarixi mütləq və mütləq biləsən. Ən azından sən ayələr şə'n-nuzulu hansı situasiyada gəldi, nazil oldu, bir məlumatın olsun. Çünki hadisələr ki, nazil, bunu da izah verəcəm sizə, şə'n-nuzul. Bu bir müəyyən bir situasiyada gəlib. Bunlar haqqında məlumatlı olmalısan, bilməlisən, öyrənməlisən və nə qədər elmlər saymaq olar. Onları bilməyəndən sonra o ayələr ki, yoxdur, mütəşabih ayələr, mütəşabih, yəni oradan bir neçə məna çıxartmaq olar. Deyir, fəəmməlləzinə fi qulubihim zeyq. Onlar ki, qəlbləri xəstədir. Görünən budur ki, Quranı başa düşmək üçün təkcə bu ağıl kifayət eləmir. Qəlbin gələk xəstə olmasın. Qəlb xəstə olsa, məlumatlı da olsan, cilt-cilt kitabda oxusun. Cilt-cilt, cilt-cilt. Belə deyək. Ondan bir şey deyil. Bu qəlb xəstə olandan sonra ayəyə baxın. فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغ. Qəlbi xəstə olanlar فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ. Oradan götürəcək o ayələr ki, mütəşabihdir. İbtiğaəl fitnə. Fitnə qopartacaq. Yaxşı? Aləm vurur birinə. Fitnə. Fitnə nədir? Haqqı batilə qatmaq, batili haqqa qatmaq. Bunu deyilər fitnə. Fitnə budur. Biraz haqdan götürüb, biraz batildən götürüb. Maşallah. Kündəliyib, yoğurub, qoyub sənin qabağa. Bu da fitnə. Ayə nə qəşəng ayədir. Nələr var bu Quran-ı Kərimdə? Nələri deyib biz üçün? Buyurur, İbtiğaəl fitnə və ibtiğaə təvilihi. Sonra davamı var da bu ayənin. Bura qədər mən istədim izah verim sizə ki, inşallah mütəşabihdə biraz da çox izah verərəm. Deyib, bəziləri belədir. Quranı istədiyi kimi mənanı hara istəyir yozar. Hara istəyir. Çünki bunun üçün müqəddəslik anlayışı yoxdur. Başa düşürsən? Müqəddəslik anlayışı yoxdur bunun üçün. Bu kitabla başqa kitablarda fərq qoya bilmir. Başa düşürsən? Bunun üçün qədasət anlayışı yoxdur. Bir şey ki, oradan ki, məsələ həll oldu, müqəddəs dörmü üçün bu qədər dəyəri yoxdursa, nə isə izah elədi. Burada nə var ki? İnsana inancı ilə, imanla oynamaqdır bu. Yaxşı. Neçə dəqiqədir? Bir iki kəlmə də qoy danışım. Mənəvi təhrif, təəssüf bəli olub. Bəli, görünən budur ki, mənəvi təhrif eləyiblər və istədiyi yerə yozublar. Amma bir dənə bir şey unutmayın, o da budur. Biz Quranın sözlərini olduğu kimi çatdırmalıyıq insanlara. Bu cür nə? Məsulluq, düz. İstədiyim kimi ayə sənə deyəmərəm ki. Ayə necə o cür deməliyəm. Bizim ikinci məsuliyyətimiz də var. O da nədir? Onun mənalarında olduğu kimi çatdırmalıyıq. Bu mənada da məsuliyyət daşıyırıq. Həm sözlərini olduğu kimi çatdırmaqda məsuliyyətim var, həm mənaları olduğu kimi çatdırmaqda məsuliyyətim var. Sizə bir dənə ayə deyirəm. Qurandan surə oxuyuram, ayə oxuyuram. Və la tuharrik bihi lisanaka lita'cələ bih. Peyğəmbər tələsmə. Həzrət Cəbrail sənə çatdırır ayələri. Çatdırmamış, tamamlamamış fikrini danışma. Görünən budur, Peyğəmbər əvvəldən bilirmiş. Cəbrail
deyənə ana, deyəndə elə bil Peyğəmbər tez deyirmiş. Bunu deyirsən. Allah deyir, Peyğəmbər tələsmə. Qoy Cəbrail sənə çatdırsın. İnnə aleynə cəm'əhu və Qur'anahu. Bizim üzərimizə o Qur'anı toplamaq düşər, oxumaq sənə, onları çatdırmaq düşər. Fə izə qəra'nahu fəttəbi Qur'anahu. Biz səni necə dedik, o cür nə oxu, eşit, bil. Sonra davamı maraqlıdır. Sümmə innə aleynə bəyanahu. Ay Peyğəmbər, bəyanı da bizə aiddir ya bu kitabın. Yəni sənin bir işin, biz sənə bir Qur'anın ayələrin, sözlərini çatdırmışıq. Bəyanın da çatdırmışıq, bəyanın. Başa düşürsünüz nə demək istəyirəm? Bir var Quranın sözləri, bunlar bəllidir. Bu kitab əlimizdədir. Bir də bunun bəyanı. Bəyanı nə olacaq? Bəyanı artıq hədisdir, bəyanı artıq təfsirdir. Peyğəmbərin bir missiyası bu ayələri bizə çatdırmağı idi Quran-ı Kərimi. Bu müqəddəs kitabı. Yaxşı, neynəməli idi? Bizə çatdırmalı idi. Çatdırdı da. Dedi, məsələn, Quranda bu ayə gəlib, bu surə, hamısı dedi. Bir işi də nədir? Bir işi də Allah Teala Quran-ı Kərimdə buyurur, nuzzilə iləyhim. Buyurur, litubəyyinə ləhum ma nuzzilə iləyhim. Bir işin də bəyandır, bəyan. Bəyan nədir? İzah elə. İzah nədir? Təfsir, hədis. Yəni, ayən əvvəldə nədir? Başqa ayədə nədir Allah Teala? Deyir, Peyğəmbər, həm bu sözləri sənə vermişik, həm bəyanını sənə vermişik. Bəyanını da çatdır insanlara. Sözlərini çatdırdın budur. Bəyan çatdırdın hədisdir. O kəslər ki, deyir, bizə hədis lazım deyil, bu ayəni oxusunlar. Sümmə innə aleynə bəyanəhu. Ay Peyğəmbər, həm sözləri sənə demişik, həm bəyanını sənə demişik. Həm sözləri insanlara çatdır, həm bəyanını insanlara çatdır. O kəslər ki, yalnız sözü götürüb, hədisi atıb, yalnız sanki Allah'a deyir, Allah da bəyan lazımdır da, işin yoxdur. O tərəfə qarışma, özümüzdəydi. Yaxşı? Bəyana da deymədə. Özümüz. Niyə? 14 əsr bundan qabaqki kəlmə necə çata bilərik bizə? Niyə çatmasın? Yaxşı, indi sən ki başlayırsan bəyan eləməyə, sən maşallah bəyan edirsən, yığdın, 4 cilt kitab oldu. Bu da sənin bəyanın. Belə çıxır ki, bir əsrdən sonra bu da gəlib o birisi nəslə çatmayacaq. O da bir başqa bəyan. O birisi bir başqa bəyan. Bu din nə oldu onda? Sən izah ver mənə. Ümumiyyətlə, niyə çatmasın ki? Bir Quran gəlib çatıb bizə, bəyan niyə gəlib çatmasın bizə? Niyə hədis bizə yetişməsin? Elmi vardı, onun oxuyacaq, biləcək hansı sənət səhihdir, düzün götürəcək, yanlışları atacaq. Bizim bütün hədislər düzdür. Bir dənə gedib hədis tapmısan, 2 dənə hədis tapmısan, bütün gün o üstündə manevr eləmək, bu hədissiz Allah, bu ağla batır, bu ağla batmırsa bütün ataq Quran, bütün hədisləri. Budur sənin məntiqin. İndi bir adam 10 dənə düz söz deyib, bir dənə səhv söz deyib, bir dənə səhvinə görə 10 düz atırlar. Yoxsa otururlar, araşdırırlar, səhvlə düzü biləndən sonra onu götürürlər, bir atırlar. Budur məntiq. Bərəkallah məntiqə. Peyğəmbər həm sözləri çatdır, həm bəyanı çatdır. Yaxşı. Deməli, bizim də, buradan 2 dənə nəticə alırıq ha, bir dənə buna deyim yekunlaşım, inşallah gələn cüməyə. Buradan bu başa düşülür ki, o da budur, Peyğəmbərin yalnız missiyası Həzrəti Cəbrailin missiyası deyil. Bəziləri Peyğəmbəri mələk həddində saxlayıb. Cəbrailin işi nə idi siz Allah? Vəhiy gətirdi, verdi Peyğəmbərə. Bəzən fikir üstünədir, Peyğəmbər sənə düdün çəkil, Cəbrail kimi. Cəbrail sənə çatdırdı, sən bizə çatdırdı, otururdu. Bizə deyilmə. Hədis yoxdur, yəni mənası bu. Bu qədər. Quran deyir, yox. Təkcə onun missiyası Cəbrail missiyası deyil. Onun bəyan missiyası da var, başqa missiyalar da var. Bu bir. İkinci də budur ki, görünən budur ki, Quranın mənasını təfsir eləmək, izah eləmək. Allah Teala deyir, o da bizim möhtəmizədir. İstəyir bizə mesaj versin ki, özünüzdən oyun çıxartmayın. Bəyanınız da gəlsin, bizim bəyana söykənsin. Bizim buyruqlarımıza əsaslansın. Sənin xoşva gəlindən deyir ha. Sənin bəyənməklə deyir. Sənin bəyanın gəlib Quranın bəyanına söykənsin. İnşallah ki, gələn söhbətlərimizdə bu mövzulara toxunaram, amma bir dənə ayə qaldı. Bir dənə ayə çox yazmışdım.
gələn cümə danışacağım da. Allah ömür versin, yaşayım. Bunlara tam izah verməyə çalışacağım sizə. Hələ ki bir neçə nəticə almışıq, şükür olsun Allaha. Oturun qeydlər aparın, bunları paylaşın ki, qoy qardaşlarımız, bacılarımız daha çox yararlansınlar, faydalansınlar. İnşallah ümid edirəm ki, xeyirli olar, bərəkətli olar. Vəlhamdülillah Rabbil aləm. Allahümmə inna nəsəluk və nəd'uk bismikəl əzizəl əzəm, ələcəllil əkrəm. Allah sənad verəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə, məhəbbətüvə. Bu əllər ki, sən dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam